Mən Parisdəyəm. Paris. Mənim bu sözlərimin, mən Parisdəyəm sözlərimin tam mənasını anlamaq üçün gərək dünyanın o başında qorxunc bir şəhərdə əzab çəkmiş olasan. Bunun üçün gərək uzun, əzablı illər boyu Parisi arzulayasan, mənim kimi. Öz doğma şəhərində, özünü sürgündə hesab edəsən. İllər boyu Paris həsrəti ilə yaşamış bir adam üçün bu şəhər cənnətin qapısına dönür. Xəyallar tarixin səhifələrindən süzülüb daşa, küçəyə, meydana, abidələrə dönüb gözlərin qarşısında canlanır. Burada bütün xəyallar gül açır. Bu dünyada kiçik dünyacıqlar birləşir, əriyir və yeni həyatın sərvətlərinə dönür. Təbiətən vəfasız olsam da, mən yarım əsrlik yaxınlıqdan sonra da Parisə vəfalı qaldım. Lakin məlumdur ki, uzun dostluğun özünün də həm xoş, həm də yorucu və beziktirici məqamları olur. Ey bu dünyanın xəyalpərvərləri, bu yerdə sizin şahidliyiniz gərəkdir. Axı siz xəyalların xeyir və şərini çox duymuşsunuz. Xeyri budur ki, xəyal bizi məst edir və həyatın ağrısını duymuruq. Xəyal dar gündə sığınacağa dönür, aclıq çəkəndə yağlı qoğalı əvəz edir. Xəyal o vaxt şərə dönür ki, həmin xəyal təsadüfən həqiqətə çevrilir. Və adam öz-özünə deyir, elə bu imiş. Ən şirin xəyal belə həqiqətə çevrilib, həyatın çirkabına bulaşandan sonra adiləşir və həmin sualı doğurur. Elə bu imiş. Mənim Paris həyatımın ilk günləri isə bircə fikir doğururdu. Elə bunu istəyirdim. Gənc idim, hər şeyə marağım və gələcəyə ümidim vardı. Hətta Lyon vağzalına yaxınlaşarkən şəhər ətrafındakı çirkli, tüstülü ərazilər də mənə xoş gəlmişdi. Axı mən Parisə qədəm qoyurdum. Sonra gözəl Rivol küçəsi, ondan da gözəl, billur buxçanı xatırladan Concord meydanını gördüm. Sürücüyə tapşırmışdılar ki, Şan Elize ilə getsin. Bu məşhur küçə o vaxt yarım əsrə əvvəl daha gözəl idi. Orada cəmi bircə dükan var idi. Giryen dükanı, Selis və Fus kafesi, 2 modalar evi və Clariç mehmanxanasından başqa xidmət yerləri yox idi. Bu gözəllik güşəsi sonralar demokratikləşmə dövründə becərləşdi. Burada tərəzi qoyub konfet satmırdılar. Səki boyu köşklərdə açıq paltarlar, plastik ayaqqabılar, yer fındığı bükümləri satılmırdı. Adam başı pornoqrafik, səpkili afişalar ilə hər yaşda, hər cinsdə, hər zövqdə adamlara xidmət göstərən kinoteatrlar yox idi. Biz yavaş-yavaş Şan Elize ilə qalxaraq Zəfər tağına, indi ancaq mənim üzərimdə qələbə çalan Zəfər tağına çatdıq. Sonra Bua xiyabanındakı, deyəsən elə o vaxt adını dəyişib Foş qoymuşdular. Yaraşıqlı məhəllələri keçib Münet məhəlləsinə çatdıq. Burada Louis Boileau küçəsindəki əzəmətli bir binanın 1-ci mərtəbəsində valideynlərim mənzil kirayə etmişdilər. Vətəndən gətirilmiş cüzü daşqaş satılıb xərclənənə qədər biz bu varlılar məhəlləsində yaşadıq. Gətirilmiş cəvahirat və inqilab partlayışının alovlarında külə dönmüş, demokratikləşdirilmiş, sosialistləşdirilmiş çox böyük əmlakımızın çox cüzi bir qalığı idi.
Boğa xiyabanı ilə aşağı düşdüyümüz vaxt xəyalım bir anlıq başqa bir bulvara, Xəzər sahili ilə uzanan Bakı bulvarına uçmuşdu. Oradakı bir neçə cılız ağacın arasında qəmli-qəmli dolaşdığım illərdə xəyalım həmişə kənarda, daha doğrusu Parisdə olurdu. Nəhayət, inqilabın dalğası məni gətirib buraya çıxarıb və mən həmişə orada varlı yaşamaqdansa burada kasıb yaşamağı üstün tutmuşam. Yox, sözlərimi ikiyüzlüyə bənzətməyin. Əvvəl yazdığım kimi, mən elə uşaq vaxtı bağ-bağçamızı sulamaqla məşğul olan 12 bağbanımızdan biri gənc və yaraşıqlı Rüstəmin arvadı olmaq arzusu ilə xəyalən valideynlərimi müflisləşdirdim ki, özüm də kasıb bir qızcığaza dönüm. Mənim müflisləşmək arzum baş tutdu, amma gözəl Rüstəmə ərə gedib, onun qoynuna girmək arzum baş tutmadı. Mən zəhləm getmiş Cəmilə qismət oldum. Sonra taleyin hökmündən şikayətlənməyə haqqım yox idi. Çünki Rüstəmə qovuşmaq əvəzinə bura gəlmək imkanı qazandım və inanırdım ki, burada Rüstəmdən də 1000 dəfə yaraşıqlı, səviyyəcən yüksək, daha incə adamlar görəcəyəm. Bütün arzularım 1001 gecə nağıllarına bənzədiyi üçün gələcəyi də Əli Babanın xəzinəsindəki ləl cəvahiratın içində gördüm. Bəli, hər cür xəzinələr təsəvvür etmişdim. Amma təkcə bir şey ağlıma gəlməmişdi. Ağlıma gəlməmişdi ki, nə vaxtsa mən fransız yazıçısı kimi tanınacağam və bu sətirləri yazacağam. Atam evin girəcəyində bizi gözləyirdi. Yəqin taksinin gəlməyini görürmüş. Batumdan onu Pax kampaniyasının gəmisində İstanbula, Parisə yola saldığım vaxtdan 3 il keçmişdi. Bəli, o gedirdi, mən isə qalırdım. Ən pisi o idi ki, mən ərimlə qalırdım. Və həmin ərlə Bakıya qayıdıb, iyrənc bir ailə həyatı sürməliydim. Nə qədər əzab çəkdim. Bəzən deyirlər ki, insan qəlbi sınır. Mənim qəlbim isə sınıb ovxalanmışdı. Mən atamın getməsinə görə deyil, onun mənsiz getməyinə görə əzab çəkirdim. Mən Qafqazda bir qayaya mıxlanıb qalmış Prometeyə bənzəyirdim və heç bir Herakl məni bu şirin əzabından xilas edə bilməzdi. Atam cavanlaşmışdı. Azadlıq, yaxşı maliyyə vəziyyəti və ələxsus qorxu bilməməsi onun görkəmini dəyişdirmişdi. Sifəti dolmuş, qaməti düzəlmişdi, geyimi də yaxşı idi. Yadıma onun həbsxanadakı vəziyyəti, arıq sifəti, əyilmiş qaməti, tustaq geyimi düşdü. Elə həmin geyim özü insanı sıxıb məhv etmək üçün bəs eləyərdi. Bibimin, bacımın hazırladığı yemək boğçasını əlində tutub, dəmir çərçivə arxasından üzgün bir təbəssümlə mənə baxmasını da yadıma saldım. Qışın şaxtasında, yayın istisində ona apardığım yemək boğçaları mənə ağırlıq etsə də, onun məhbus həyatına asaçıq olsa da yüngüllük gətirirdi. İndi burada, bu rahat və geniş mənzildə arxayınlıqla oturub, Bakının neftə bulaşıb qara rəng almış ətrafındakı həbsxananı təsəvvürə gətirmək adamı dəhşətə salır. Əslində də elə bu bir dəhşət deyildimi? Atam soyuqqanlı bir ata kimi qollarını açdı. Mən isə ondan çəkinən bir övlad kimi onu qucaqladım. Onun qara gözlərinin ancaq özünə məxsus olan
iti baxışları məni həmişə sıxır və çəkindirirdi. Görəsən, heç mənə mehribançılıq göstərmişdimi? Yox, zənnimcə ondan heç vaxt mehribanlıq görməmişdim. Həbsxanada ona baş çəkməyə gedəndə də mehribanlıq duymurdum. Bizim aramızda həmişə bir ayrılıq divarı olub və bu divarı göstərməsə də mən ondan çəkinirdim və bu çəkinmək sayəsində də sevdiyim adama qovuşa bilməmiş, atamın istəyi ilə ürəyimə yatmayan bir kişiyə ərə getmişdim. O vaxt bizim mənsub olduğumuz İslam aləmində atanın nə demək olduğunu indi təsəvvür etmək çətindir. Ata ailədə Allahdan sonra əsas ixtiyar sahibi idi. Övladlarına hüquqsuz məxluqlar kimi baxır və onlara ölümdən başqa hər cür cəza verə bilərdi. Çox mümkün ki, hələ də bəzi müsəlman ailələrində ata həmin hüquqları özündə saxlayıb. Atamın ən dəyərli cəhətlərindən biri onun yaşa dolduqca daha da güclənən liberallığı idi. Bəs bu liberallıq hardan gəlirdi? Onun güclü ağlından, laqeydliyindən, yoxsa bizim anlaya bilmədiyimiz başqa cəhətlərindən? Hər halda bu liberallıq bizim onun qızlarının hələ o vaxt İslam aləmində pis qarşılanan Avropa təhsili almamıza səbəb oldu. Onun ikinci arvadı, mənim ögey anam Əminə də bu liberallıqdan kifayət qədər bəzən də həddən artıq istifadə edə bildi. Hələ yaxın vaxtlarda biz atamın daha bir yüksək keyfiyyətinin də şahid olacağıq. Atam məni Parisə tək çağırdığına görə ona çox minnətdar idim. Bəlkə elə zorla verildiyim ərimdən boşanmağa şərait yaratmaq üçün belə etmişdi. Mən bu fikrə çox ümid bəsləyirdim. Nifrət etdiyim ərimlə yenidən birləşmək təhlükəsini gənc bir qadın kimi yeni həyat qurmaq arzularım alt-üst olurdu. Mən həyatımı 4 il əvvəl itirdiyim nöqtədən başlamaq istəyirdim. Özü də yeni bir dünyada həmişə arzuladığım əfsanəvi Parisdə başlamaq istəyirdim. Bu ümidə görə hər cür güzəştə getməyə hazır idim. Bacım Züleyxanın mənim yaşda olanda bilərsən deyərək həmişə mənə böyüklük etməsinə də dözəcəkdim. Əminənin məsləhətlərinə itaətlə qulaq asacaqdım. Onların bütün əmrlərinə tabe olacaqdım. Bir sözlə, ərimdən boşanmaq naminə hər şeyə hazır idim. Lazım olsa, hamıdan əvvəl yatardım. Uşaq vaxtı Freylein Annanın Almanca uşaqlar yatmaq vaxtıdır deyə verdiyi əmr mənə ağır cəza kimi görünürdü. Bugün belə əmrlərə də itaət edərdim və bunların hamısına dözərdim. Təkcə Cəmilə dözə bilməzdim. Atamla görüşəndən sonra 8 yaşlı ögey qardaşıma tərəf çevrildim. Uşaq yəqin ki, keçən 4 ildən sonra məni tanımamışdı. Üzündə heç bir sevinç hissi olunmurdu və təəccüblə mənə baxırdı. Ağdərili bu oğlan əsl ağ irqin nümayəndəsi idi və bu ağlığı Şimali Qafqazdan olan anasından götürmüşdü. Əqiq rəngli göz qaşım və başqa əlamətlərimizlə biz ondan fərqli olduğumuzu biruzə verirdik. Biz də öz irqimizi təmsil edirdik. Görkəmimiz və həm də damarlarımızda axan, qanla qarışan irqin nümayəndələri idik. Sonra ailənin yeni əlavələri ilə tanış oldum. Qardaşıma tərbiyəçilik edən, qoca, səliqəli, dumba göz kişi pləkanı düşürdü.
o asta yeriyirdi və kişinin qıçları elə idi ki, ayaqları bir-birinə yaxınlaşan bir cüt samıya bənzəyirdi. Evin aşpazı ilə xidmətçisi isə pləkanın aşağısında durmuşdular və məni görən kimi fransız dilində hütüləyərək həyəcanla qışqırışdılar. "O, mademoiselle, belə gənc yaşında madam olub? Madam? Madamın nə gözəl gözləri var." Xoş söz eşitmək həmişə gözəldir. Bəli, o vaxt hələ xoş söz işlətmək adəti qalırdı. O vaxt fransızlardan da xidmətçi işləyənlər vardı. Bugün isə bunu həqarət sayırlar. Doğrudur, xidmətçilik yaxşı peşə deyil, amma müdürü həmişə şıltaqlıq edən bir idarədə makinaçılıq etmək, yaxud zavodda işləmək yaxşıdır məgər? Belə görünür, cəmaat təzə peşələri üstün tutur. Keçmişin gözəl illərində ictimai təminat yox idi. Lakin o vaxt keçmişin fransız xidmətçiləri vardı. Hiss edirəm ki, söhbət zamanı müqayisələr üçün o vaxt deyə keçmişi də yada salmalı olacağam. Çünki keçən bu yarım əsrdə elə böyük dəyişikliklər olub ki, elə bil bugün başqa bir dünya yaşayırıq. Dəyişikliklər çox olduğu üçün onları sadalamağa da imkan yoxdur. Hər halda bir nümunəni yada salmaq istəyirəm. Louis Vuitton küçəsinin bulvarı uzanan tərəfdə əvvəllər qala divarları var idi və biz hava qaralandan sonra o tərəflərə hərlənməyə qorxurduq. Deyirdilər ki, orada çox qorxulu adamlar gizlənir. Başqa tərəfdə isə Moet parkı yerləşirdi və buranı da istirahət yeri saymaq olmazdı. Burada az qala hər kolun dibində satirlər vardı və onları görəndə biz dəhşətə gəlirdik. Beləliklə, biz iki qorxulu ərazinin arasında yaşayırdıq. Bir tərəfdə qala, o biri tərəfdə isə satirlər parkı. Paris həyatına uyğunlaşmağım elə gəldiyim gündən, bacım Züleyxanın otağına çəkildiyimiz andan başladı. Züleyxa otağa girdiyi andan Məryəmlə məni mat qoydu. O üst şkafının siriməsini çəkib, oradan uzun bir müştük çıxartdı. Sigareti müştüyə taxıb yandırdı. Şahanə bir görkəm alıb, sigaretdən bir qulla vurdu. Mənim tüstüdən öskürməyimə fikir vermədən qürurla dedi: "Bu yaxınlarda ərə gedirəm." "Nə yaxşı!" deyə sevinclə qışqırdım. Bu xəbər mənə iki qan sevinç gətirmişdi. Öncə ona görə ki, evlənmə sözü elə həmişə sevinç gətirir və mənim uğursuz ailə qurmağıma ancaq Oktyabr inqilabının ağır nəticəsi səbəb olmuşdu. Sevincimin ikinci səbəbi isə onda idi ki, 17 yaşım olsa da 2 il idi ərdəydim. Bacım Züleyxa isə məndən böyük olsa da hələ ərə getməmişdi. Bu düzgün hal deyildi. Bu yer dəyişmə İslam ənənəsinə, daha doğrusu el adətinə zidd idi. Bacımın yeni həyat yoluna, yüksəliş yoluna qədəm qoymasına sevinirdim. Bəs adaxlın kimdir? Qafqazlıdır? Paris Rus imperiyasının hər tərəfindən gəlmiş köçkünlərlə dolu idi və bu adamların arasında bizim Qafqazlar da çox idi. Yox canım, Qafqazlı nəmə gərəkdir? Mənim adamım İspandır, əsl katolikdir. Mənim nitqim kəsildi. Belə bir qərarla o ənənəni pozurdu və özünə cəhənnəmdə yer seçirdi. Nəhayət, özümə gəlib soruşdum. Bəs atam nə deyir? Necə, atam? Atam məyyəsi deyil ki. Axı mən böyüyəm. Həm də ki, Bakı uzaqda qalıb. Ənənə uzaqda qalıb. Hər şey dəyişib.
Atamdan nigaransansa, mən bu günlərdə onunla danışacağam. Öz Josem haqqında söz açacağam. Josem. Onun bu arxayın danışmağında güfçü ədası olduğunu duyurdum. Amma onu da bilirdim ki, bacım cəsarətli qızdır. Özümün acizliyimlə onun cəsarətini müqayisədə ona qiftə edirdim. Elə mənim kimi utancaqlıq edən Məryəm də dilləndi. Mən heç vaxt cəsarət etməzdim. Mən də bacarmazdım, deyə onunla razılaşdım. Mən nə dediyimi bilirdim. Axı bu acizliyin ən acı nümunəsini elə mən göstərməmişdimmi? Bu cəsarətsizlik mənə aman verməmişdi ki, Andrey Masarina qoşulub qaçam. Andrey də xristiyan idi, özü də lap pisindən, o inqilabçı idi. Mən ona qoşulub gedə bilərdim, amma qorxu məni iflic etdi, başqasına ərə getdim. Qorxu hissi mənim ən qəddar düşmənimdir və bəlkə də həyatımı korlayan elə olub. Qorxuya o vaxt nifrət etdiyim kimi bugün də nifrət edirəm. Bəzən biz öz həyat yolumuzda ehtiyatla, qorxa-qorxa, yaxud fikirləşmədən kör-köranə getdiyimiz vaxt duyuruq ki, yolumuz haçalanır və biz gələcək taleyimizi həll edəcək iki yoldan birini seçməliyik. Bilmirsən, sağa gedəsən, yaxud sola gedəsən. Bilmirik, xoşbəxtlik hansı səmtdədir, bədbəxtlik hansı səmtdə. Adamın bircə təsəllisi olur ki, seçilən yol təxminidir və hər şeyi zaman həll edir. Züleyxa da yol ayrıcında idi və seçdiyi səmtdən razı idi. O nə etdiyini bilirdi. Axı o xristiyandı, deyə dilləndim. İslam haqda onun heç bir məlumatı yoxdur. Bəlkə də İslama nifrət edir. Axı xristiyanlarla müsəlmanlar daim döyüşüblər. Hə, deməli biz müsəlmanlar səhv etmişik, deyə Züleyxa əda ilə dilləndi. Eyni əda ilə də siqaretinin külünü silkələyib yerə atdı. Elə bil bu hicri tarixindən bəri vuruşmuş milyonlarla müsəlman və xristiyan döyüşçülərinin üstünə səpələndi. Bu kül 8 səlib yürüşünün axırıncı döyüşçülərindən olan, Kartaş yanında olan Saint-Louis'nin üstünə Josenin həmvətənləri, Murlan İspaniyadan qovmuş sərt katoliklər Ferdziyan və İzabelin üstünə, Lepant qarşısında türkləri məhv etmiş Avstriyalı Janın qoşunlarının üstünə, Polşa kralı Jan Sobieskinin qoşunları və Viyananı mühasirəyə almış türklərin və bir çox başqalarının üstünə səpələndi. Züleyxanın siqaretinin külü onların hamısının üstünü örtdü və onun Joseyə olan məhəbbəti qanlı döyüşləri uşaq oyununa çevirdi. Bəlkə elə doğrudan da əsrlər boyu həmin adamlar səfehlik etmişlər, Məryəm soruşdu. Bəlkə ona getməklə səhv edirsən? Mən heç vaxt səhv eləmirəm. Həm də ki, ay zavallı geri qalmışlar. Onu da bilin ki, 6 aydır mən onun məşuqəsiyəm. Bu sözlər bizim boğazımızı qurutdu. Biz gözlərimizi bərəldib Züleyxaya baxırdıq. Adətə görə Məkkənin Kəbəsi müqəddəs sayıldığı kimi toy gününə qədər qızın öz bakirəliyini qoruması da vacib şərt sayılır. Mən həyəcanla qışqırdım. Dəli olmusan, toydan əvvəl belə iş görərlər. Hətta bibim qızı Gülnar da nə qədər pozğun olsa belə toya qədər öz bakirəliyini saxlaya bilmişdi. Daha bundan da təsirli nümunə göstərmək olardı. Bura bax əzizim, deyə Züleyxa
iri qullab vurub tüstünü eyni zamanda həm burnundan, həm də ağzından havaya buraxdı. Əzizim, bir də yadına salmaq istəyirəm ki, bu göydən düşmə oktyabr inqilabı sayəsində biz indi Parisdə yaşayırıq və bütün yararsız əməllər də zibilliyə atılıb. Bir anlıq fasilədən sonra sözünə davam etdi. Yaxın günlərin birində səni onun emalatxanasına apararam. O rəssamdır və yetkin bir sənətkardır. Bilirəm, bu xanım, o başı ilə Məryəmə işarə edir, nə üçünsə onunla görüşmək istəmir. Özün bilirsən də, Şəmsi... Məryəm bu sözləri deyib boynunu bükdü. Onun danışığında və hərəkətlərində ənənədən gələn bir mütilik var idi. Həm də qəddar ərlə hiqqəli bacının arasında qalmışdı. Bəli, yenə görkəmli Şəmsi. Görəsən o indi neçə qat aristokrat sayılır? Xristianla, hələlik pulu və ad sanı olmayan bir rəssamla qohumluq söhbəti onu haldan çıxara bilər. Züleyxa çiyinlərini oynatdı və sırğalarını kiçik zəylər kimi cingildətdi. Siz Jozeni gözdən salmağa çalışa bilərsiniz, amma dəxli yoxdur. Ona ərə gedəcəyəm. İşə bir baxı, Azərbaycan aristokratiyası sənət adamına nifrət edir. Bir də yadınıza salmaq istəyirəm ki, bizim babamız daş torpaq içində eşələnən adam idi və daşların arasından neftin fəvvarə vurması heç də onun böyük adam olmasını sübut etmir. Onu da yadınıza salmaq istəyirəm ki, həmin neftin sonuncu damlasına qədər hamısını əlimizdən alıblar. Və biz səfih qaçqınlar nə qədər ümid etsək də nefti bizə qaytarmayacaqlar. Bizə xoş xatirə və bir yığın ümiddən başqa heç nə qalmayıb, əzizim. Neft şahzadələrinin cibləri və qoltuqları ümidlə doludur. Beləcə o ağzını açıb gözünü yumdu. Özünə bağlılığı, həqiqi yaxud saxta aristokratlara, bütün dünyanın müsəlmanlarına qarşı hiddətlə danışmağa başladı. Sonra var dövləti, dövlətlərin rahat həyatını, gözəl və rəhimdil Allahın adından istifadə edib, bir-birinə hücum çəkən dinləri lənətlədi. Onun bu alovlu çıxışından duyulurdu ki, öz Jozesini doğrudan da sevir. Mən 4 il inqilabı şüarlar aləmində yaşamışdım. Din xalq üçün tiryəkdir. İnsanın insan tərəfindən istismarı kimi yalan gerçək şüarlar hələ də qulağımda cingildəyirdi. İndi isə bacımın dediklərinə qulaq asdıqca ona tərəf səmt alır, bəzi sözlərinə haqq qazandırırdım. Amma onun kimi iradəli və güclü olmadığımdan atamın sözündən çıxa biləcəyimi təsəvvürümə gətirə bilmirdim. Onun həbsdə olduğu vaxt isə sərbəstləşib Bakıdakı ideoloji təbliğatın təsirinə düşmüş, pencəyimin yaxasına Leninin şəkli olan nişan da taxmışdım. Amma mənim bu səfehliyim çox çəkməmişdi. Məni başa salmışdılar ki, atası həbs olunmuş bir qızın, yad bir atanın, bütün ailənin və əzab məhrumiyyətlərinə bais olmuş inqilab atasının şəklini gəzdirməsi ləyaqətsizlikdir. Mən Leninin əksini yaxamdan çıxarıb nəslimin qayğılarına qoşulmuşdum. Unudulmaz günün həyəcan və təəssüratları sayəsində Parisdə ilk gecəni yuxusuz keçirdim. Bütün axşamı boşboğaz Şəmsinin yüngül söhbətlərinə qulaq astıq. Çoxlu zarafat edir və gülüşürdük. At yarışı, tamaşalar, geyim,
dəvlər haqda danışır, birisinin sözlərini yadına salır, yaxud da bir qadının əxlaqsızlıqları barədə söhbət düşürdü. Mənzilin yaraşığı, analığın gözəlliyi, evdəki tərbiyəçi və 2 xidmətçinin rəftarı neçə ildən bəri unutduğum keçmiş rahatlığı yadıma salır, eyni zamanda oradakı həyatla fərqi nəzərə çarpdırırdı. Dağılmış vətəndə bugünkü söhbətlərə kim ehtiyac duyardı? Əyninə keçirməyə paltar tapmayan adam geyim dəbi haqqında söhbət açardımı? Kim isə həbsdən qurtarmağa çalışan bir kəsin heç ağlına gələrdimi eşqbazlıq haqqında danışsın? Orada dükanlar boş idi. Elektrik işığına daha çox ehtiyac olanda işıq kəsilirdi. Cürbəcür qorxulu şayələr əzablı həyatı daha dözülməz edirdi. Cəmisi 3 ay əvvəl mən başqa bir planetdə 1000 illik İslam ənənəsini qorumağa çalışan, amma qoruya bilməyən bir ailədə və inqilab çağırışları aləmində yaşayırdım. Mən həmin çağırışları eşitmişdim və əgər biraz da cəsarətli olsam, başqa bir yolda seçə bilərdim. İndi isə tamam başqa bir dünyadayam. Və buradakı həyatın yumşaqlığı və şirinliyi məni sərtlik aləmindən çəkib ayırırdı. İndi mən əzablar, xoşbəxtliklər, ölümlər, həyatlarla dolu bir dünyanın 2 üzü arasındakı fərqi yaşamaqda idim. Bu 2 üzdə çarpazlaşan milyonlarla, milyardlarla insan talelərini, təsəvvürə gətirə bilməyən bir şeyi təsəvvürümə gətirmək istəyirdim. Məndə güclü həyat hissi oyanmışdı. Yaşamaq, yanmaq, od içindən keçmək, bütün çeşmələrdən, zəhərli çeşmələrdən belə su içmək istəyirdim. Belə güclü həyat eşqi, yeni bir qüssəni, son illər tez-tez qəlbimə dolan qocalıq qüssəsini yadıma saldı. Hələ 20 yaşım olmasa da, hər gün, hər saat qocaldığımı duyurdum. Yetkin qadınlar kimi üzümün cizgilərini yoxlayır, xırda cizgilərin iriləşəcəyini, dərinləşəcəyi anları təsəvvürümə gətirməyə çalışırdım. Nə vaxtsa dişlərim saralacaq, töküləcək, görkəmim dəyişəcək, saçım ağaracaq, getdikcə qadınlıq hissini itirəcək, məhəbbətdən məhrum olacağam. Bir də ki, məhəbbət adlanan od parçası məni artıq yandırmışdı. Bu qısa ömrümdə mən onun yanğısını duymuşdum. Masarin olan məhəbbətimi itirib, xoşum gəlməyən başqa birisinin məhəbbətinə ilişmişdim. Bir neçə gün sonra Cəmillə görüşə biləcəyimi fikirləşəndə diksinib yerimdən qalxdım və ağrıdan əzab çəkən xəstə kimi çarpayımın üstündə oturdum. İçin-için ağladım ki, Süleyxa yuxudan oyanmasın. O yəqin ki, yuxuda Josesini görürdü. Qarşılıqlı məhəbbətinin ləzzətini duyurdu. Görəsən o öz bəxtini tək öz aşını ilə ölçürdümü? Mən həm öz yerimə, həm də bədbəxt ərimin əvəzini ağlayırdım. Bu ər mənə özümdən xəbərsiz əzab verirdi. Mən də ona əzab verirdim. Amma hər ikimiz günahsız idik. Deyəsən yenə də təkrara keçdim. Amma yenə fikirləşdim ki, heç birimizin təqsiri yoxdur. Hər halda onu sevə bilmirdim. Ona ancaq nifrət etməyə bacarırdım. Parisdə inamsızlıq və sevinç, ümid və şübhə içərisində keçirdiyim ilk gecəni hələ bugün də həyatımın dönüş anı hesab edirəm. El ertəsi günü mənim görkəmimdə ciddi dəyişikliklər aparmağa başladılar.
Səhər analığımı salamlamaq üçün onun yataq otağına keçəndə səhər yeməyini yarımçıq qoyub əlini saçlarıma və üzümə çəkərək dedi: "Bir gör Bakı səni nə günə qoyub." Zənnimcə, xeyir verə biləcək neft quyularından başqa Bakı ilə bağlı hər şey onun gözünə pis görünürdü. Əsasən, şərqli görkəminə görə əhalisini vəhşi saydığı bu şəhər onu həmişə xoflandırır və qorxudurdu. Milli ənənələrlə bağlı olan yeni qohumlarını da xoşlamırdı. Müsəlman ailəsində dünyaya gəlsə də, atası Moskvada mühəndis işlədiyinə görə o da Moskvada təhsil almış, ancaq ruslarla təmasda olmuş, onların təsiri altına düşmüş və dini kökü nəzərə alınmasa, ruslardan heç nə ilə fərqlənməzdi. O paytaxtı Bakı olan Azərbaycanı Rus imperiyasının bir parçası saymış, amma əhalinin etnik və dini əlamətlərini xoşlamamışdı. Görəsən, atamla maddi maraq naminə evlənmişdimi? Bunu deyə bilmərəm. Atam bir şərqli obraz kimi həm görkəmli, həm də yaraşıqlı kişi idi. Əgər atamla maddi maraq naminə evlənmişdisə, indi məlum olan və əvvəlcədən görünməyən səbəblərə görə uduzmuşdu. Əgər bura köçməklə qohumlardan canını qurtardığına sevindisə, bu da nahaq idi. Çünki yaxın vaxtda kasıblıq içində acınacaqlı bir həyata başlamalı idi. Amma hələ bu gözəl yay səhəri belə bir gələcəyi görmək mümkün deyil və analığım mənim şərqli görkəmimi Parisli görkəmi ilə dəyişmək qayğısı ilə əvəz etmək imkanlarını götür-qoy etdikdən sonra təkrarən dedi: "Bir gör Bakı səni nə günə qoyub." Mən sıxıldım. Çünki özüm də bilirdim ki, yaraşıqlı deyiləm ki. Özümün də özümdən xoşum gəlmirdi. Mən öz zövqümə uyğun gəlmirdim. "Onu elə bu saat dəlləkxanaya aparmaq lazımdır," deyə analığım Züleyxaya göstəriş verdi. Züleyxa məni Passi küçəsindəki dəlləkxanaya apardı. Burada cavan bir oğlan bacımla məsləhətləşdikdən sonra canfəşanlıqla işə başladı. O qəribə bir cəhdliklə saçıma əl qatdı və biraz keçmiş başım yumrulaşdı. Gözlərimin üstünə bir kəkil sallandı. Sonra isə Janna Dark'a oxşadım. Deməli, biraz fransızlaşdım. Biz evə qayıdanda Əminə dedi: "Çox gözəl. İndi biraz yaxşılaşdım. Sənə bir neçə paltar seçmişəm, amma gərək bu bədən qəlbini əyninə keçirəsən, əvvəl biraz sıxacaq, sonra öyrəşəcəksən." Züleyxa fransızca ədalı bir tərzdə dedi: "Gözəlləşmək üçün gərək əzab çəkəsən. Doğrudur, sənin buduların və arxanı qəlbə salıb yığmaq lazımdır," deyə analığım təsdiqlədi. Qəlbim məni sıxmağı bir yana, o məni əzir, boğur, üzürdü. Mən Çinlilərin ayaq kişitmə ənənəsinin əzablarını duydum. Başqa çarə vardımı? Nə edəsən? Biz yüksək cəmiyyət dəbinin qurbanları idik. Bu aləmdə səliqəsiz görünmək biabırçılıq sayılırdı. Mən sıxıla-sıxıla yeriyir, qəlbin dəmir boşluqları arasında əzab çəkirdim. Bu böyük həvəslə və bütün Parisi mat qoymaq fikri ilə aldığım paltarı əlimdən aldılar. Bu paltar cəmaatı mat qoymuşdu. Amma mən fikirləşdiyim mənada yox. Əminə öz qarderobundan seçdiyi paltardan birini mənə verdi. Bədənim qəlbdə də olsa, bu don əynimə zorla keçdi. Paltar mənə çox sadə göründü. Mənə qalsa, onun üstünə qaytanlar, yaxalıq, heç olmasa təzə düymələr əlavə edərdim. Bu paltarı geyib, hündür güzgüdən mənə baxan Janna Dark özümün xoşuna gəlmirdi. Mənsiz öz paltarım isə komotun üstünə atılmışdı. Əminə onu göstərib dedi: "Bu zibili Parisdə geyməyi heç ağlına da gətirmə.
Gərək onu elə öz paltarında doma aparaydıq. Bu yeni sözün nə demək olduğunu anlamasam da, Züleyxa ilə analığımın şaqqanaq çəkib gülməsindən tutuldum. Mən bilirdim ki, dom azacıq təsəvvürüm olan məşhur Montparnasse-ın ən böyük kafesidir. Amma hər halda pərt oldum. Doğrudanmı mənim geyimim və özüm elə kovuduq ki, kənar bir yerdə gülüş doğura bilərik. Züleyxa dilləndi. Sən elə bunun üzünə bax. Ömründə bəzək görməyib. Hə, ona üz-göz bəzəməyi də öyrətməliyik. Onlar məni bəzək masasının arxasına çəkdilər, oturtdular və üzümü bəzəməyə başladılar. Yanağıma qırmızı, göz qapaqlarıma mavi rəng çəkdilər. Kipriklərimi qaraladılar, sonra üzümü yağladılar, daha sonra kirşanladılar. Onlar mənə yaxşılıq etmək, məni gözəlləşdirmək istəyirdilər. Onların xoş niyyətini başa düşürdüm. Amma güzgüdə gördüyüm şəxs doğrudanmı mən idim? Üzümü bəzəkli bayram yumurtasına döndərmişdilər. Mən etiraz etmək istəyəndə Züleyxa üstümə qışqırdı. Keçi, bayaqdan rəngin dilənçi, xəstə rəngin oxşayırdı. İndi sağlam adama oxşayırsan. Bilirəm, sən Tolstoyun qəhrəmanına oxşamaq istəyirsən. Amma biz Parisdə yaşayırıq. Mən bu bəzəyi xoşlamıram. Keçi ki, keçi, deyə Züleyxa acıqlandı. Hələ bu ağılla Avropada yaşamaq istəyir. Bəli, mən Avropada yaşamaq istəyirdim. Yaraşıqsız, sifətlə də olsa, burada yaşamaq istəyirdim. Sadəcə olaraq bu ilk günü güzgüsüz, bəzəksiz yaşamaq istəyirdim. Günortadan sonra Məryəm bizə gəldi və o da bərbəzəyimi təriflədi. Yaman dəyişmisən, bircə qalır qaşlarını səliqəyə salmaq, o da mənim boynuma. O həmişə özü ilə gətirdiyi maqqaşını çantasından çıxartdı. Artıq tüklərə, bizdə artıq tükün olmadığını Allah bilir, düşmən kəsilmiş bacım işə başladı. Məncə öz qolqışının da xırda tüklərini yolur və yersiz sandığı hər tükü amansızlıqla çəkib çıxardırdı. Adətən sakit və təmkinli görünən bu xanım qaşımı yolmağa başlayan kimi cəllada döndü. Başımı arxaya qatlayıb alnıma tərəf əyildi, cəld və sərras hərəkətlə qaşımın tüklərini yoluşturdu. Gözlərim yaşarır və ağrıdan qışqırırdım. O isə işini görə-görə məni sakitləşdirir və deyirdi, bax, qutarıram ha, indicə qutarıram. Bir təhər onun əlindən çıxa bildim. Tüklərin yeri göynəyirdi, qanayan yerlər də vardı. Məryəm öz işindən razı idi. Mən isə əldən düşmüşdüm. Bir gün ərzində çox cəfa çəkməli oldum. Məryəmgil Massene küçəsində döşənəcəkli bir mənzil kirayə etmişdilər. Bizdən oraya piyada 10 dəqiqəlik yol idi. Onların gəliş ərəfəsində Şəmsi dəbdəbəli bir ev kirayə edibmiş. Sonra maddi imkanlarını nəzərə alıb nisbətən ucuz evə, oradan isə daha ucuz evə köçmüş, nəhayət Massene küçəsində qərar tutmuşdular. Beləcə pillə-pillə aşağıya, ucuzluğa və kasıblığa evmək mühacirlərin ənənəsinə çevrilmişdi. Mənim valideynlərim də bu yolu keçmişdilər. Əvvəllər atam hələ Azərbaycan Respublikasının naziri olarkən ev kirayə edibmiş. Bakı bolşeviklər tərəfindən tutulduqdan və atam həbs olunduqdan sonra o, Pomp küçəsində kiçik bir evə köçməli olub. Daha sonra bolşeviklərin hakimiyyətdə çox qaldığını və işlərin tamam korlandığını görəndə Louis Boali küçəsindəki bir rahat mənzilə yığışmalı olublar. Yəqin ki, bu axırıncı rahatlığımız və pis günlərimizin başlanğıcı idi. Bir şeydən sonra isə bütün pillələri emmiş olacağıq. Parisə gəlişimdən bir neçə gün sonra Züleyxa məni Jose'nin görüşünə apardı. Jose Jean Boala küçəsindəki bir rəssam emalatxanasında yaşayırdı və o vaxtlar həmin küçə bağlı bağçalı kiçik evləri ilə kənd mənzərəsini xatırladırdı. Həyətə zəngli bir qapıdan girdik.
Qapının üstündə dülgər xarrat sözləri yazılmışdı. Həyətdən taxta və kəpək iyi gəlir, taxta və mişar səsləri eşidilirdi. Həyətin sağ tərəfində qarşısı şüşəbənd olan kiçik bir ev var idi və bura Josenin emalatxanası idi. Bacım qapını döymədən o buranı öz evi sayırdı, itələdi və məlum oldu ki, Jose qapını həmişə açıq qoyurmuş. Əvvəl Züleyxa, sonra isə mən içəri keçdik. Mən həyəcanlı idim və cüzi təsəvvürüm olan bir sənətkar həyatı ilə tanışlığa tələsirdim. Amma içəridəki qarışıqlığı, tör-töküntünü, əşyaların üstündəki qalın toz qatını, cürbəcür rəng qablarının ətrafa səpələnməsini, səliqəsiz, pərakəndə yığılmış tablolar görəndə mat qaldım. Tabloların bəziləri ayaqlıq üstündə dayanmış, bəziləri mebelə söykənmiş, qalanları isə bütün divanı örtmüşdü. Dayaqlar üzərində qoyulmuş böyük bir rəsm lövhəsi emalatxananın çox hissəsini tutmuşdu. Bu lövhənin, mebelin və tabloların arasından keçməyə xüsusi məharət lazım idi. Sonralar Püs bazarın görəndə bu bazarda Josenin emalatxanası arasında bir oxşarlıq duydum. Josenin emalatxanasında dəstəyi qırıq qızdırıcı, bəlkə də Josenin babasından qalmış qədim bir xəncərlə yanaşı, paltarla boş şüşələri bir-birinə qarışmış, kirejdən düzəldilmiş vazdakı qızıl güllərlə simi qırılmış gitaranı çarpazlaşmış, ümumiyyətlə hər şeyi bir-birinə qarışmış görmüşdüm. Bütün bu qarışıqlıqlar isə toz, yağlı boya və Josenin bizim üçün hazırladığı qəhvənin iyi gəlirdi. Qəribə təsir bağışlayan bu qaraçı köçünün ortasında mənim gələcək yeznəm dayanmışdı. Sol əlində rəng taxtası, sağ əlində fırça, əynində cod parçadan şalvar, açıq yaxasından tüklü sinəsi görünən təmiz ağ köynək. Başının quruluşu yastı və geniş alnına görə qəribə görünürdü. Gözləri badamı, kiprikləri isə at kiprikləri kimi uzun idi. Kənardan baxanda o yastı alnına, qıvraq bədəninə və enli kürəklərinə görə şəkillərdə gördüyümüz qədim Misirliləri xatırladırdı. Daxilən isə Jose şən bir uşağa oxşayırdı və onun şənliyində sərtlik və kobudluq da duyulurdu. Onun danışıq tərzi də məni çaşdırmışdı. Çox sərbəst danışırdı. Küçə adamı kimi istədiyi sözü və ifadəni dilinə gətirirdi. Amma yeri gələndə nəzakətli olmağı da bacarırdı. Jose xoş qılıq və məzəli idi. Şirin təbəssümü ilə lap şeytanın özünü də yoldan çıxara bilərdi. Bizi görən kimi Jose rəng taxtasını və fırçanı yerinə qoyub mənə yaxınlaşdı. Satışa qoyulmuş dayçanı yoxlayırmış kimi məni xeyli nəzərdən keçirib razılıqla dedim. Yaxşı qızdır. Sonra isə qollarını açıb Züleyxaya tərəf getdi. Sonralar anladım ki, onun ovqat dəyişməsi öz təbiətinin məhsuludur və göz yaşı içində gülməyə başlayan körpənin ovqatına bənzəyir. Çox keçməmiş o, yumruğunu masanın üstünə çırparaq oradakı əşyaları lərzəyə saldı və deyingən bir səslə qışqırdı. Yaxşı, yaxşı, bir də görüm, sən atanla nə vaxt danışacaqsan? Mənim ailəm sizinkindən əksidir, bəlkə də artıqdır. Mən sizin kimi keçmiş neftçi ailəsindən deyiləm, amma onun belə kobud danışmağı, ailəmizin keçmişini xatırlatmağı məni mat qoydu. Züleyxa isə sakitcə cavab verdi. Özün bilirsən ki, mane olan atam deyil, dindir. Rədd elə bu sözü, nə dinbazlıqdır. Mənim ailəmin katolikliyi elə sizin müsəlmanlarınız kimi başdan sovdudur. Elə bilirsən ki, zavallı anam, sənin kimi bir... Mənə baxıb duruxdu və başqa bir ifadə aradı. Sənin kimi bir xaricini
ona təqdim edəndə sevinəcək? Bəli, mən necə qərara gəlmişəmsə, sən də elə etməlisən. Lolva Züleyxanın öz sevgilisinin qarşısında belə bir vəziyyətə düşməyi məndə gizli bir sevinç hissi oyatmışdı. Deməli, bizim yanımızda nə qədər lovğalansa da, atamla üzdə durmağa onun da cəsarəti çatmırdı. Sonra Züleyxa vəziyyəti dəyişmək naminə ədalı bir səslə dedi. Bizim cəmiyyətdə belə arabaçı dili ilə danışmırlar. Hansı cəmiyyətdə o elə? Sən özün sizin vəhşi ənələriniz haqqında mənə kifayət qədər danışmısan. Səni xəbərdar edirəm, balaca. Sənin ikiyüzlüyünə çox dözəsi deyiləm. Ya atanı seçməlisən, ya da məni. Belə sərt sonluqdan sonra söhbəti davam etmək olmazdı. Jose özünə bir stəkan qırmızı şərab töküb bir nəfəsə içdi. Söhbətin ciddiliyinə inanmış və məğlub olmuş Züleyxa köksünü ötürərək dedi. Yaxşı, söz verirəm ki, sabah yaxud o birisi gün, bəlkə də həftənin axırına qədər atamla danışacağam. Bilmirəm, bu sözlərdən yaxud şərabdan güc almış Jose cəld hərəkətlə özünü divan çarpayının üstündə oturmuş bacıma yetirdi. Onlar qucaqlaşıb öpüşdülər və elə coşmuşdular ki, mənim burada olduğumu da unutmuşdular. Mən təlaş içində ayağa qalxıb divanın yaxud masanın altında gizlənməyə yer axtarırdım ki, Züleyxanın zəifləşmiş səsi eşidildi. Çıxıb küçədə biraz gəzsən yaxşı olar. Küçədə gözəl yerlər çoxdur. 15 dəqiqədən sonra qayıdarsan. Mən tələsik qapıya tərəf qaçdım. Bu biabırçılıqdan uzaqlaşmağa tələssəm də fikirləşirdim ki, nəhayət sərbəst həyatın nə olduğunu, onun həyasızlığını və saymazlığını duymağa başlayıram. Heç qapıya çatmamış, hər cür vəziyyətdə belə başını itirməyən Züleyxanın səsini yenidən eşitdim. Çalış küçədə azmayasan, evin nömrəsini yadında saxla. Ömründə ilk dəfə Parisin küçələrini tək gəzməyə çıxırdım. Bu küçə özünün kiçik evləri və yaşıl həyətləri ilə doğrudan da göz oxşayırdı. Buradakı ağacların budaqlarında quşlar, Parisli quşlar dil-dil ötürdülər. Özümü böyük paytaxtda olduğuma inandıra bilmirdim. Hasar arxasındakı iri ağaclar, barılara sarmaşmış gül kolları, suvarılmadan cücərən otlar məni çaşdırırdı. Bütün bunlar mənə gələcək xoşbəxtlikdən müjdə gətirirdi və eyni zamanda həddən artıq qəribə görünürdü. Çünki nə bu xoşbəxtliyə bir ad verə bilir, nə də onu duya bilirdim. Bu kiçik kənd küçəsi ilə biraz gəzəndən sonra böyük şəhərin böyük bir küçəsinə çıxdım. Küçənin ortasından tağlı körpü sallanmışdı. Dayanıb bir müddət sağa, sola baxandan sonra fikirləşdim. İstəyirsən sağa get, istəyirsən sola. İrəli, geri, hara getsən, Parisdə olacaqsan. Körpünün üstündən gürültülü bir tramvay keçdi. Qarşımdan maşınlar şütüdü. Gül satan qız yol keçənlərə təqdim etdiyi gülləri mənə də təqdim etdi. İstədim öz bayramımı təbrik eləmək üçün özümə gül alım. Yadıma düşdü ki, pulum yoxdur. Mariannanın əksi həkk olunmuş xırda pulları da hələ yaxından görməmişdim. Pula ehtiyac da duymurdum, çünki səadət diyarı haqqında xəyallarımda maddi vəsaitə əvvəlcədən yer verməmişdim. 15 dəqiqəlik vaxtım keçsə də, Parisdəki tənha gəzintimi davam etdirirdim və bu gəzinti yaddaşıma ömürlük həkk olunurdu. Amma qayıtmaq lazım idi. Və mən sıxıntı çəkə-çəkə emalatxanaya qayıtdım. İçəri girəndə duydum ki, sıxıntı çəkən elə təkcə mənəm. Jose ilə Züleyxa tam sərbəst və arxain idilər.
Yeganə fərq onda idi ki, ikisinin də rəngi pörtmüş və gözləri işıqlanmışdı. Jose isə mənə həyat dərsi vermək üçün açıq-saçıq söhbətə keçdi və can rahatlığı ilə dedi: "Şəhvət yaxşı şeydir, elə deyil balaca? Razısanmı?" Bacımla yaxınlığı ona imkan verirdi ki, mənimlə də belə açıq danışsın. Mən isə utancaqlığı bir yana qoyub bərkdən və inamla qışqırdım: "Yox, elə deyil." Jose təəssüflə Züleyxaya baxıb dedi: "Bu qız dəlidir yəni?" "O qız cavandır," Züleyxa xumar-xumar cavab verdi. Mənim yaşıma çatanda isə o özünün 22 yaşını böyük yaş sanırmış kimi lova-lova köksünü ötürdü. Ləyaqətsiz sandığım bu söhbət məni haldan çıxarırdı. Mən Josaya baxıb acıqlı səslə dedim: "Hiss olunur ki, siz mənim ərimlə şəhvətə qoşulmağın nə olduğunu bilmirsiniz." "Yox canım, mən belə şeylərdən uzaqam. Kişilərlə belə iş görmürəm. Yəni demək istəyirəm ki, o görməmiş idi." Bu sualın mənasını yaxşı anlamadığını duyub əlavə etdi: "Yəni şəhvətə dana kimi qoşulurdu?" Danaların şəhvəti haqda bir şey bilməsəm də, sualın mənasını anladım. "Bilirəm, amma zəhləm gedirdi. O işə meylim qalmayıb. Uşaqlıq illərində belə məsələlər üzrə mənə müəllimlik etmiş xala qızı Gülnar, şəhvət məsələsinin ustası kimi mənə bu barədə elə şirin söhbətlər eləmişdi ki, gələcəkdə şəhvətdən dərin bir ləzzət gözləyirdim. Heyf ki, bu işlə 15 yaşında zəhləm getmiş bir ərin ağuşunda tanış oldum, elə bezikdim ki, fikrimi dəyişmək üçün illər lazım gələcəkdi." Güman edirdim ki, mən ələ salacaqlar, amma Jose mənə yaxınlaşdı və ata qayğısı ilə üzümü oxşayaraq dedi: "Yaxşıdır, hər halda belə yaxşıdır balaca. Bakirəlik yaxşı şeydir." Sonra o Teresa Avila adlı bir həmyerlisi haqqında danışmağa başladı. Mən bu qadın haqqında heç nə eşitməmişdim. Amma Jose onu həm yaxşı yazıcı, həm də Tanrıya xidmət eləmiş təmiz bir qadın kimi tanıyırdı. O qadın Jose kimi Kastilyalı olsa da, məslək məsələsində yolları ayrı düşmüşdü. Teresa bir qadın məbədinə daxil olmuş və oradakı sərt qaydalar onu daha da sərtləşdirmişdi. Jose'nin sonraki söhbətlərindən anladım ki, o öz qadın qohumlarının bakirə nümayəndələrinə böyük rəğbət bəsləyir. Gənc yaşından dul qalmış, başqa yerə getməmiş, zavallı anası, 40 yaşı da olsa subay qalmış və həmişə də bakirə qalacağına əmin olduğu bacısı Anna Maria haqqında iftixarla danışırdı. Jose'nin fikrincə onlar nümunəvi qadınlar idi. İndi məni də qohumu, baldızı saydığına görə təmiz yaşamaq fikrimi alqışlayırdı. Özü təmizlik fikrindən vaz keçmişdi. Çünki o kişi idi. Etirazına güc gələ bilməzdi. Əhdini poza bilərdi. Həm də ki, o rəssam idi. Sənət adamı bütün hissləri duymaq üçün sərbəst olmalı idi. Amma Jose'nin sənətkar sərbəstliyini, onun İspan mənşəyi, bəlkə də mor işğalçılarından qalmış sərtlik, qadına və onun qüruruna qarşı dözümsüzlük tarazlaşdırırdı. Bəzi adamlarda nəzərə çarpan iki cəhətlilik Jose'nin təbiətində daha çox sezilirdi. O ləyaqəti də, başı pozulluğu da eyni ahənglə təbliğ edirdi. Gözəl yay günündəki bu ilk tanışlıqdan sonra Jose ilə möhkəm dostlaşdıq və bu dostluğumuz 10 il sonra, o bacımı boşayandan sonra da davam edirdi. Bəli, Hote'nin hər cür başlanğıc gözəldir ifadəsinə uyğun yaranmış bir ailə də yavaş-yavaş üzülüb, nəhayət məhv oldu. Əvvəllər Züleyxa çox rahat yatardı. İndi isə görürdüm ki, bütün gecəni yerində qurdalanır, köksünü ötürür, bəzən də ağlayırdı.
Ona yazığım gəlirdi. Çünki Josenin səbirsizliyi ilə üz-üzə qalmışdı. Jose onu tələsdirir, bir dəfəlik ayrılacağı ilə hədələyir, uzun müddətə, bəlkə də həmişəlik İspaniyaya qayıdacağını söyləyirdi. Züleyxa bilirdi ki, o yalandan risk edir. Amma biz hamımız yaxşı bilirdik ki, poker oyunçularının riski həmişə yalançı olmur və uşaqlıqdan bu oyuna aludə olduğumuzdan onun qorxulu anlarına da bələd idik. Hər dəfə Josenin hədə qorxusundan sonra Züleyxa atamla danışmağı qərar alırdı. Amma hər dəfə nə isə bu söhbətə mane olur, fikrini dəyişir və hər şey təzədən başlayırdı. Beləcə qəti qərara gələ bilmədən sevgililər vaxtı payıza qədər uzatdılar və mənim Parisdə ilk payızım başladı. Müet parkında yarpaqlar qızarır, saralır, oynaya-oynaya yerə düşür, torpağa şərq xalçalarındakı naxışlardan da gözəl naxışlar vururdular. Uşaqlar əlvan yarpaqlarla oynayır. Hava sərinləşir, səhərin açılması ləngiyir və Züleyxa da dərdini atama açmaqda ləngiyirdi. Bu vaxt Jose bərk qəzəbləndi və bacıma xəyanət etdiyini söylədi. Bəlkə də onu qorxutmaq üçün yalandan belə dedi. Hər halda qadın tapmaq çətin məsələ deyildi. Üstəlik də Jose Züleyxanı yanına çağırıb öz kobud ədası ilə demişdi. Daha get başqalarıyla. Züleyxanın isə belə bir arzusu yox idi. O göz yaş tökdü. Joseni qorxutmaq üçün özünü öldürəcəyini söylədi. Və nəhayət qərara gəldi ki, sevgilisini itirməmək naminə riskə getməyin vaxtı çatıb. Evə qayıdandan sonra Züleyxa cəsarətlənmək üçün tünd içki içdi. Əlavə olaraq 2 dəfə coşdurucu həvdə atdı. Sonra isə yenə də qorxaq addımlarla atamın öz işləri ilə məşğul olduğu qəbul otağına keçdi. Bilmirəm, içkinin təsirindən, yaxud qorxudan qapının kəndarında ayağı büdrədi, amma müvazinətini saxlaya bildi. Züleyxa qapını yarımçıq örtmüşdü və mən bu imkandan istifadə edib qapı arxasında puskuda durdum ki, söhbəti eşidə bilim. Lazım gəlsə içəri baxa da bilərdim. Züleyxa əsə-əsə yaxınlaşıb səssizcə atamla üzbəüzdəki stulda əyləşəndə atam ona məhəl qoymadı. Çünki həmişəki kimi kart açıb öz bəxtini yoxlayırdı. Beləcə bir müddət dinib danışmadılar. Sonra gördüm ki, Züleyxa barmağı ilə atama hansısa lazımı bir kartı göstərir. Güman etdim ki, o məqsədini unudub, oyuna qoşulub, öz-özünə dedim. Vəssalam, yenə bacarmadı. Amma ölümdən də güclü olan məhəbbət qorxuya qalib gəldi. Züleyxa atamın üzünə baxıb, həyəcandan boğulmuş bir səslə: "Ata, nə olub yenə?" deyə atam onun üzünə baxdı. O güman edirdi ki, Züleyxa yenə ona hansısa bir kartı göstərmək istəyir. Züleyxa isə gözlərini yerə zilləyib, qorxudan ağarmış dodaqlarını araladı və çoxdan boğazında qurumuş sözləri tələsik bir nəfəsə hütülədi. "Mən İspaniyalı bir rəssama ərə getmək istəyirəm, o katolikdir." Atam heç fikirləşmədən çox təəccüb doğuran və eyni zamanda çox sadə sözlərlə cavab verdi. "Çox yaxşı. Sənə mane olan var?" O öz sözlərinə məzəli bir ahəng də vermişdi. Çünki qızının keçirdiyi həyəcanı anlamışdı. Sonra o başını aşağı salıb kartları düzməkdə davam etdi. Züleyxa ağzını açıb mat-mat onun üzünə baxırdı. O eşitdiyi sözlərdən başqa hər cür söz eşitməyə hazırlaşmışdı. Gözlərini atamdan çəkə bilmirdi. Atam isə
kartları düzməkdə davam edirdi. Dəqiqələr keçdi. Atamın kartları uğurlu düzülmədi və nəhayət başını qaldırıb dedi: "Səfeh qız, fikirləşirdin ki, xristiana ərə getmək istədiyinə görə səni öldürəcəm?" O kartları yığıb dəstələdi, qarışdırdı. Sonra onları səliqə ilə masanın üstünə düzməyə başladı. Bilirsinizmi, mənim səfeh bacım bu vaxt nə etdi? O ağlamağa başladı. O həyəcandan, arxayınlıqdan və sevincdən ağlayırdı. Bəlkə də indiyədək əzab çəkməsi və Josenin ona nahaqdan xəyanət etməsinə görə ağlayırdı. Nəhayət, ağrılı bir səslə dedi: ata, bu sözləri sənə deməkdən elə qorxurdum ki." "Axmaq, sən məni köhnə zövqlü, ənənələrlə bağlı adam sayırsan. Doğrudur, mən istərdim ki, Bakıda qalaq, istərdim ki, sizin hər birinizi ata-ananıza yaxşı bələd olduğum müsəlman oğlanlara ərə verim. İstərdim ki, var dövlətləriniz özümüzün olsun, ata-babanız bastırılan torpaqda dəfn olunum. Amma Allah imkan vermədi. Son qərar da onunkidir." O tutduğu kartları bir də nəzərdən keçirdi ki, görsün uğurlu sonluq ola bilərmi? Sonra Züleyxadan soruşdu: "O necə adamdır?" Gözünün yaşını və burnunu silməklə məşğul olan Züleyxa tez özünə gəldi və xətalı ifadələrlə Joseni tərifləməyə başladı. Mən onun ifadələrini ona görə xətalı adlandırıram ki, bir adamın əvvəlcədən həddən artıq tərifləməsi sonra onun özünü pis vəziyyətə sala bilərdi. Ata, o elə gözəl, elə ağıllı, elə savadlıdır ki, gəl görəsən, məni sevir, özü laf çox sevir. Sifətinə baxanda da bilikli adam olduğu duyulur. Villonun şeirlərini əzbər deyir. Villon orta əsrlərin tanınmış şairidir. Elə Josenin özü də şairdir. O məşhur rəssam, həm də gözəl ailə başçısı olacaq. Əsərləri Goyanın və yaxud Valeskesin, daha çox Goyanın üslubundadır. O indidən sənə bir ata kimi rəğbət bəsləyir. Xasiyyəti şərqlərə daha yaxındır. Bilirsəm də, morlar uzun müddət İspaniyanı işğal altında saxlayıb və özü onlara böyük təsir göstərib. O şərq musiqisini xoşlayır. Əlhəmburaya görə şərq üslublu tikillərə vurğundur. Onun bir çox cəhətləri bizim müsəlmanları xatırladır. Özü də İspaniyanın tanınmış nəsillərindən birinin nümayəndəsidir. Əgər Şəmsi onu və ailəsini ələ salsa, fikir vermə. Özün bilirsən ki, Şəmsi Lovğanın biridir. Əgər desə ki, Josenin əsli kökü yoxdur, nə səni inandırıram ki, Josenin gözəl ailəsi var. Elə bizim özümüz də zadəganlığa məhəl qoyan deyilik. Sənin atan adi kəndi idi. Əsas məsələ insanlıq qəlbi və səni inandırıram ki, Josenin qızıl kimi ürəyi var. Kasıb da olsa əl açıqdır. O həmişə kasıb olmayacaq ki, gələcəyin Goyasıdır. Yaxın vaxtlarda çoxlu pul qazanacaq. Elə dünən 2 tablosunu satıb. Onun bir nəfəsə dediyi bu xoş sözlər deyəsən özünü də valih eləmişdi. Bəlkə hələ 10 dəqiqədə danışardı, amma nəfəsini dərmək üçün bir an dayanmalı oldu və Ali hakimin atamızın münasibətini bilmək üçün onun üzünə baxdı. Ali hakim isə özünə məxsus bir təmkinlə dedi: "Əgər sənin təriflərinin 1/4 həqiqətə uyğundursa, mən razıyam. Nə vaxt istəsən, onu görüşümə gətirə bilərsən." Züleyxa sıçrayıb ayağa qalxdı. Atamın üstünə atılaraq sevinclə onun üzündən öpdü. Atamın qalın qaşları aşağı sallandı. O belə mehribançılığı xoşlamırdı. Ümumiyyətlə, bizim ailədə şit mehribançılığa münasibət pis idi. Amma deyəsən, atamın qaşqabaq sallanmasına başqa səbəb də var idi. "Bura bax, səndən içki gəlir. Bu da təzə əməldir. Xristiana ərə getmək istəyirsən, get. Amma içkiyə qurşanmağın gərək deyil."
Ah, yox, cəsarətlənmək üçün bir qurtum içmişdim. Sənə söz verirəm ki, o artıq qapıya tərəf qaçırdı və fikri birbaşa Josenin yanına götürülmək idi. Yaxşı ki, orada idim və onu biraz da ləngidə bildim. Kürəkənlə tanışlıq dostluq şəraitində keçdi. Atam Josenin davranışını, ələxüsus böyüyə hörmət adətini, şəraitə uyuşmaq xüsusiyyətini bəyəndi. Jose şəraitə uyuşmağı elə yaxşı bacarırdı ki, ailəmizlə görüşəndən bir az sonra o, xəncərlə Qafqaz rəqsi oynayır, bolşeviklərə işarə ilə onlar bizim əmlakımızı qarət ediblər deyərək dostlarına şikayətlənirdi. Onun uyuşması və səmimiliyi bəzən şit görünsə də günahından keçirdilər. Bir sözlə, Jose Şəmsidən başqa bütün ailə üzvlərinin xoşuna gəlmişdi. Şəmsi adi rəssamla, xristianla, ayağı yalın biri ilə qohumluğa çox pis baxır, onu ələ salırdı. Atam isə onun iradlarına soyuqqanlıqla cavab verib deyirdi: bu zavallı oğlan suşirin adamdır. Həm də zəmanənin dəyişdiyini də nəzərə almaq lazımdır. Şəmsi coşurdu. Necə bəyəm? Neçə nəsildən bəri zadəgan sayılıram. İndi bu rəngsazla görməmişim biri ilə qohumluq eləməliyəm. O da unudurdu ki, elə arvadının varlı babası da keçmişdə adi bir kəndli olub. Nə öz doğma Azəri dilində, nə də müstəmləkəşi Rus dilində yazıb oxumağı bacarıb. Şəmsi nə qədər özünü dartsa da rəngsaz adlandırdığı adamla görüşməli oldu və yüksək əda ilə əlini ona uzatdı. Jose isə özünü sadəlövliyə vuraraq səmimi görüşdü və rəssam gözü ilə ona baxıb Şəmsinin biraz Monqol sifət olduğunu və Teymur Ləngi xatırlatdığını söylədi. Onun bənzətməsi uğurlu çıxdı və Şəmsinin bu lova qohumumuzun məşhur bir şəxsiyyətə bənzədilməkdən həzz aldığı duyuldu. Şəmsi bir söz deməsə də dəqiq bilirəm ki, həmin andan Joseyə münasibəti yumşalmışdı. Jose daha geniş bir emalatxana tapan kimi toy elədilər. Yeni emalatxana elə geniş idi ki, adam boyu hündürlüyündə ara kəsmələr düzəltməklə orada bir neçə otaq yarada bildilər. Bu geniş ərazi tək bir soba ilə qızdırılırdı. Sobanın özü də iri idi və gecələr onu söndürməli olurdular. Səhər sobanı yandırmaq üçünsə bir fəhlənin əməyi sərf olunurdu. Jose tualetə yastı bir vanna da əlavə edib oranı su zal adlandırmışdı. Bütün bunlar keçmiş Neft şahzadəsi üçün yüksək rahatlıq bir yana heç adi rahatlıq da sayıla bilməzdi. Amma ailə həyatımın ilk günlərində məhəbbət hər şeyi əvəz edə bildi. Toyun özü adi bir toy oldu. Yüksək dəbdəbə haqqında söhbət ola bilməzdi. Josenin sərt katolik ailəsində Züleyxa həmişə yad bir adam sayılacaqdı. İslam baxımından da toy abırsız bir hadisə sayılırdı və onu səs-səbirsiz keçirmək məsləhəti idi. Dindən çox ateizmə meyilli olan Jose də din haqqında dəqiq təsəvvürü olmayan Züleyxa da heç nəyi vecinə almırdılar. Biz yeni cəmiyyətə tam qovuşmasaq da, Birinci Dünya müharibəsi, Oktyabr inqilabı, 1918-ci ildən sonraki hakimiyyət keçmiş ənənələri əridib yox edirdi. Eniş, yüksəliş, tərəqqi, genlik haqqında fikirlər müxtəlif olsa da, zaman öz işini görür, adətləri zəiflədir, bəlkə də məhv edirdi. Elə buna görə də cəmsi 10 il əvvəl baş tutması mümkün olmayacaq bir izdivaca atamın razılıq verməsi o qədər də təəccüb doğurmurdu. Amma ailə həyatının ilk illərində məhəbbət hər şeyi əvəz edə bildi. Fransa dövləti Parisin 16-cı bölgə bələdiyyə idarəsində İspaniyalı bir kişi ilə Bakıdan qaçmış Azərbaycanlı bir qızın izdivac kağızına möhür vurandan sonra evdə İspan, Azərbaycanlı qarışığı qəribə bir məclis quruldu. Məclisdəki müsəlmanların bir qismi bu izdivacdan razı qalmasa da toy ənənəsinə sadiq qalaraq şənlənir və içirdilər. Doğrudur, onlar Peyğəmbərin qadağan etdiyi şərabı deyil,
araq və başqa tünd içkiləri üstün tuturdular. Elə buna görə də tez coşur, xəncərlə rəqs edir, xorla mahnı oxuyur, fransız dilinin qol qışını sındıra-sındıra sağlıqlar deyirdilər. Bu sağlıqları dinləməyin özü də bir əyləncə idi. Biri badəni qaldırıb, təzə doğulmuşlarım sağlığını içir, başqa birisi onlara daimi surət arzuluyur, üçüncüsü isə gələcəkdə İspaniya və Qafqaz birliyinə şöhrət gətirəcək körpələr yetirməyi tövsiyə edirdi. Onları saxlamaq mümkün deyildi. Yeganə çarə bu idi ki, qulaq asmayasan. Onlar isə buna əhəmiyyət vermirdilər. Ev əsl dəlixanaya oxşayırdı və bu dəlixanaya atam rəhbərlik edirdi. O məclisdən razı idi. Özünün şərq müdrikliyi və təmkini ilə həmişəki kimi başqalarından fərqlənirdi. Şəmsi yenə özünü dartıb narazı bir görkəm almışdı. O tünd içkiyə möhkəm girişmişdi, amma ləyaqətini saxlamağa çalışırdı. Züleyxa üzünə göy qurşağının bütün rənglərindən çəkmiş, qulaqlarına iri, yaraşıqsız sırğalar taxmışdı. Onun təbəssümü də çox şit idi və acıdil Şəmsinin təsvirincə o vaxt Parisin hər yerində yayılmış süd məmulatı reklamındakı gülən inəyin təbəssümünə oxşayırdı. Həmin reklam uzun fasilədən sonra yenə yayılmağa başlayıb. Bacım atamın gözü qabağında əlinə içki götürməsə də, hərdən onun gözündən oğurlanıb yaxşıca vururdu. Jose isə möhkəmcə keyflənmişdi və elə keyflənmişdi ki, nə ayaqları, nə də dili sözünə baxırdı. O hərdən mızıldayırdı. Zulu, bu qoca tanrı lap, əgər biraz keçsə, onun səhvi üzündən evlənə bilməyəcəkdik. Hələ yaxşı ki, bu sözləri atamın yanında demirdi. Kişi nə qədər liberal olsa da, belə küfürlərdən inciyə bilərdi. Qədim kitabədə ordu tanrısı Jahvenin adından deyilib. Xristianların rəhmdil tanrısı öz bəndələrini xilas etmək üçün onlara qovuşur. Quranın ulu yaradıcısı Allah isə elə alidir ki, ona qovuşmaq fikrin müsəlmanlar üçün küfür sayırlar. Ardıcıl yaranmış üç dünə xidmət eləmiş kitabdakı üç tanrı obrazı Kefli Jose'nin təxəyyülündə birləşib bir qoca tanrı obrazı yaratmışdı. Onun təsəvvürüncə, həmin qoca tanrı özünün əlçatmaz taxtında oturub insanlara ancaq qorxu və həyəcan göndərirdi. Uşaq vaxtından ona tanrı adından çatdırılmış bütün qadağalar onun beynində kinlə dolu bir təbəqə yaratmışdı. Züleyxanın adını qısaldı. Zulu etməsi də Jose üçün uğurlu tapıntı sayıla bilməzdi. Çünki bu ad fransızlara 3-cü Napoleonun bir qəbilə üzərinə uğursuz yürüşü zamanı oğlunu itirməsini xatırlada bilərdi. Və çox mümkün ki, həmin ölüm Fransa tarixinə dəyişiklik gətirmişdi. Bizim məclisdə isə Fransanı bircə nəfər təmsil edirdi və onun özü də qarışıq sayılırdı. Çünki onun anası Gürcü prinsessası idi, fransız qonağımız isə yaman keyflənmişdi, amma hiss olunurdu ki, milli qürurunu qoruyub saxlaya bilib. Söz gəlişi onda deyim ki, bu adam Joachim Moral'ın nəslindən idi və qüruru ona yaraşırdı. Ən qəribəsi isə bu idi ki, aradan bir neçə nəsil keçmiş olsa da, o öz ulu babasına oxşayırdı. Gecədən xeyli keçmiş, bəylə gəlin bizdən ayrıldılar. Amma vəziyyətlərindən hiss olunurdu ki, onlar toy gecəsi üçün lazımı formada deyildilər.